Bismillah və salatu və selamu alə Rasulillah, əmmə bə'd. Fəcr namazını cəmaatda qılmağın fəziləti. Əbu Hüreyra radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Cəmaatla qıldığınız namaz tək başına qıldığınız namazdan 25 dəfə əfsəldir. Gecə və gündüz mələkləri fəcr namazında toplanırlar. Sonra Əbu Hüreyra radiyallahu anh buyurur ki, İstəyirsinizsə, Allah subhanahu wa ta'alanın bu sözünü oxuyun. İnnə Qur'anəl fəcri kənə məşhudə. Həqiqətən, sübh namazının şahidləri olur. Hədisi Buxari və Müslim rəvayət edib. Əbu Hüreyra radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Münafiqlər üçün ən ağır olan namaz işa və fəcr namazdır. Əgər onlar işa və fəcr namazında nə qədər savabın olduğunu bilsəydilər, İməkləyərək də olsaydı, o namaza gələrdilər. Artıq mən istədim ki, namaz qılmağı əmr edim. Sonra insanlardan birini əmr edim ki, cəmaata namaz qıldırsın və mən başqa insanlarla, hansı ki onlarda odun bağlamaları var, onlarla namaza gəlməyənlərin evlərinə gedim və onların üzərinə evlərini yandırım. Hədisi Buxari və Müslim rəvayət edib. Osman radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Kim işa namazını cəmaatla qılarsa, elə bil ki, gecənin yarısını namaz qılmışdır. Və kim fəcr namazını cəmaatla qılarsa, elə bil ki, bütün gecəni namaz qılmışdır. Hədisi Müslim rəvayət edib. Gündür bin Abdullah radiyallahu anh buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə dedi. Kim sübh namazını cəmaatla qılarsa, o Allahın zəmanətində və Allah amanındadır. Allah Teala sizi öz zəmanətində heç bir şeylə tələb etməsin. Allah kimi öz zəmanətində bir şeylə tələb edərsə, mütləq onu yaxalayar, sonra onu üzü üstə cəhənnəmə atar. Hədisi Müslim rəvayət etmişdir. Bu hədisin iki mənası var. Alimlər bu hədisə iki məna veriblər. Birinci mənası odur ki, bu hədisdə dəlil var ki, öz İslamlarını sübh namazı qılmaqla təsdiqləyən müsəlmanlara hörmət etmək vacibdir. Çünki sübh namazını mömindən başqa heç kəs qılmır və heç bir şəxsə icazəli deyil ki, onlara qarşı həddin aşsınlar və onlara zülm etsinlər. Və ikinci rəydə odur ki, hədisdən məqsəd, hədisin mənası odur ki, yəni sübh namazını tərk etməyin və sübh namazında səhlənkarlıq etməyin ki, özünüzlə Rəbbinizin arasında olan əhdi pozmayasınız deyə və Allah subhanət hala sizi bu əhdlə tələb etməsin. Və kim Allah kimi səhlənkarlıq etdiyi şeydə ona cəza verməkdən ötürü tələb edərsə, mütləq onu yaxalayar və Allah kimi yaxalayarsa, üzü üstə cəhənnəmə atar. Və bu ona görədir ki, sübh namazı ağır namazdır. Sübh namazını yerinə yetirmək, sübh namazını qılmaq namaz qılanın ixlasına dəlildir və ixlaslı insan da Allahın amanındadır. Yəni, gördüyümüz kimi, fəcr namazı böyük namazdır, şahidləri olan namazdır. Fəcr namazının mələklər, gecə və gündüz mələkləri şahid olurlar. Və kim fəcr namazını cəmaatda qılarsa və ondan qabaq da işa namazını cəmaatda qılarsa, elə bil ki, bütün gecəni namaz qılmış kimidir. Və fəcr namazını cəmaatla qılmaq, qılan şəxs Allah amanındadır və Allah subhanət hala özü həmin insana zülm edənin, həmin insana qarşı həddi aşanın haqqını almağı Allah subhanət hala öz öhdəsinə götürmüşdür. Yəni, bugünkü dərsdən götürdüyümüz bir neçə faydalar var. Onlardan birisi fəcr namazının fəziləti və fəcr namazının şahidləri olmasının bəyanı. İkinci fayda fəcr namazının münafiqləri ağır olması və üçüncü fayda da kim fəcr namazını cəmaatda qılarsa, həmin insanın
Allahın amanında, Allahın zəmanətində olması Allah Subhanahu taala bizi İxlasla.com saytı tərəfindən təqdim olundu.